Sonra 7-ci sualda deyilir ki, dişi heterogamet canlının toxumluq və yumurtalığın yetişmə zonasına bərabər sayda hüceyrə daxil olmuşdur. Əgər sonda alınan Y cinsi xromosomlu yönəlici cisimciklərin sayı maksimum 16 ədəd olarsa, toxumluq yumurtalıqlarda cəmi neçə hüceyrədə qütblərə yalnız X-ə malik xromosomlar çəkilmişdir. Deməli, gəlin baxaq. Bizə bir yumurtalıq verir, bir toxumluq verir və deyir ki, bərabər sayda hüceyrə daxil olub. Yəni, ikisində də başlanğıc hüceyrəni biz X kimi qəbul edə bilərik. Gəlin, indi baxaq görək, bunu hansı yolla tapa bilərik. Və bizə Y cinsi xromosomlu yönəlici cisimciklər haqqında məlumat verirsə, deməli, bizə yumurtalıq haqqında məlumat verib. Yumurtalıqlarda dişi heterogametdir. Yumurtalıqda bir hüceyrəni çəkirəm mən, X, Y olacaq. Təbii ki, yetişmə zonasında meyoz prosesi keçirir. Tutaq ki, biz belə X, Y işarələsək, onda bunlar X olacaq, bunlar Y olacaq. Niyə belə işarələdim? Bizə deyir ki, Y cinsi xromosomlu yönəlici cisimciklərin maksimum sayı 16 ədəd olarsa, biz Y yönəlici cismə maksimum say vermək üçün biz qameti X eləməliyik. Niyə? Çünki baxın, qamet X olanda, tutaq ki, bir qametdən, bir X yönəlici cism olur, 2 Y yönəlici cism olur. Əgər biz buna belə qametə Y versəydik, onda yanındakı yönəlici cisim də Y olardı, digər X-i X olardı. Görürsünüz, burada 1 Y oldu, 2 X yönəlici cism oldu. Yəni, Y-in minimum sayı oldu. Deməli, bir də təkrarlayıram. Y cinsi xromosomlu yönəlici cisimciklərin maksimum olması üçün qametə X verəcəyik ki, X yönəlici cisim qamet qədər olsun, Y yönəlici cisim qametdən 2 dəfə çox olsun. Və bizə deyir ki, bunlar 16 ədəddir. Aha, gəlin indi baxaq. Bunlara biz 16 tutaq ki, bir hüceyrə daxil olanda sonda 2 Y yönəlici cisim alınırsa, X-i daxil olanda 16 salınır. Və biz buradan tapırıq ki, başlanğıc hüceyrə sayı 8-dir. 8 bunda, 8 də toxumluqda. Və bizdə sual nədir? Toxumluq yumurtalıqlarda cəmi neçə hüceyrədə qütblərə yalnız X-ə malik xromosomlar çəkilmişdir? İndi gəlin biz yumurtalıqda baxaq. Deməli, qütblərə çəkilmə bu təbii ki, meyoz prosesindən söhbət gedir. Meyozda da bir meyoz 1 olacaq, bir də meyoz 2 olacaq. Meyoz 1-də baxın. Meyoz 1-də anafazada çəkilir də, düzdür? Meyoz 1-də hələ başlanğıc hüceyrədə XY var və anafazada qütblərə, məsələn, X-dən Y çəkiləcək. Bir qütbə X çəkilər, bir qütbə Y çəkilər. Ona görə yalnız X çəkilmədi bu hüceyrədə. Amma ikinci meyozda görürsünüz, hüceyrənin birində X-dir. Bu X anafazada, deməli, o xromosomda xromatidlər ayrılır deyə, ikiləşir. Yuxarı qütbədə X çəkilir, aşağı qütbədə X çəkilir və bu hüceyrə bölünəndə görürsünüz, 2 dənə X hüceyrə yarandı. Deməli, meyoz 2-dəki hüceyrənin birini götürəcəyik. İndi, burada bir başlanğıc hüceyrə üzərində getmişəmsə, görürsünüz, bir hüceyrədə X çəkilir. Deməli, 8 başlanğıc hüceyrə varsa, burada 8-ində yalnız X çəkiləcək yönəlici cismə. Amma gəlin bir də toxumluğa baxaq. Toxumluq burada artıq erkək homogametdir deyə, toxumluqda ancaq XX olacaq. XX və yetişmədə bilirik ki, meyoz gedir və sonda 4 dənə spermatozoid yaranacaq. Bu da X olacaq, bu da X olacaq və hamısı X olacaq. İndi, bunun da yenə başlanğıcı 8-dir. Baxın, burada yenə meyoz 1, meyoz 2-ni qoyuram. Hansı hüceyrələrdə gedir? Bu, birincidə meyoz 1 gedir. Bu, hər ikisində, həm bunda, bir dəqiqə belə göstərim, həm bu hüceyrədə, həm də bu hüceyrədə də meyoz 2 gedəcəkdir. Deməli, burada X-dirsə, yuxarıda X çəkilir, aşağıda X çəkilir. 8 dənə bu hüceyrədə oldu mu? Plus. Bunda da ancaq X-lər çəkiləcək. Elə çəkilir ki, baxın, yuxarı X, aşağı X olur ki, yarı bölünəndə X yaranır. Bunda da elə çəkiləcək. Yəni, meyoz 1-də 8-dirsə, meyoz 2-də də bu olacaq 16 hüceyrə. Plus 16. O elədir 24. 24 buradan, 8 də yumurtalıqdan. Deməli, cəmi 32 hüceyrədə qütblərə X xromosomlar çəkilər. Cavab A variantı.